Yevgeniy Nikolayeviç Karlov 1960-cı il may ayının 31-də Tula vilayətinin Dubovka qəsəbəsində anadan olub. Orta təhsilini doğma yurdunda alıb. 1977-ci il avqust ayının 1-də Uzlov rayon hərbi komissarlığı tərəfindən ordu sıralarına çağırılıb. Karlov ordudan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olub. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı təyyarəçi kimi çalışmağa başlayıb. Öz peşəsinin vurğunu olan Yevgeniy Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməyi qərarı alıb. O, əvvəlcə Səngəçalda, sonra isə Bakıdakı en saylı hərbi hissədə təlimatçı pilot işləyib. Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı müharibəsi onu da hiddətləndirdiyindən, bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışıb. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak edib, igidlik nümunələri göstərib. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeniy Karlovun həyatının ən faciəli və son günü olub. O, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Yevgeniy ailəli idi, 2 övladı yadigar qalıb. Azərbaycan Respublikası 1992-ci il 7 iyun tarixli 833 saylı fərman ilə Karlov Yevgeniy Nikolayeviç Azərbaycan milli qəhrəmanı fəxri adına layiq görülüb. O, doğulduğu Dubovka qəsəbəsində dəfn edilib. Bu şəxs cühud olduğu üçün reklam edilən Albert Agarunovun kölgəsində unutulan növbəti milli qəhrəmandır.